Türkiyənin Bursa vilayətində arvadını öldürən Azərbaycanlı gənc ifadə verib. Bu barədə NTV telekanalı məlumat yayıb. Hadisəni törədən 27 yaşlı Salican Mehmed ifadəsində cinayətin səbəbini açıqlayıb. O, psixoloji problemlərinin olduğunu qeyd edib. Salican Mehmedin sözlərinə görə arvadı 20 yaşlı Arzu Xəlilova alış-verişə gedəcəyini, buna görə 3 və 2 yaşlı qızlarına onun baxmalı olduğunu bildirib. Salican isə bundan hiddətlənib və bıçaqla arvadına hücum edib. Qeyd edək ki, 75 bıçaq xəsarəti alan Arzu xəstəxanada vəfat edib. Hadisədən sonra Salican Mehmed əlindəki bıçaqla birgə polis tərəfindən saxlanılıb. Məlumata görə cütlük 4 il bir yerdə yaşayıb. Araşdırma zamanı qatilin əvvəllər narkotik vasitələr və qanunsuz olaraq silah saxlama, həmçinin Arzu Xəlilova yetkinlik yaşına çatmadığı halda onunla cinsi əlaqədə olduğu üçün ittiham edildiyi üzə çıxıb.